Sizləri Şüvalandan salamlayıram. Şüvalanla Mərdəkanın düz yanında Bravo Marketin arxasında elə bir villa çıxartmışam ki satışa. Bu heç bir yerdə, heç bir saytda yoxdur. 7 sotun içərisində özü üçün tikilmiş, bax bu gördüyünüz modelin stilində sahibi bir materialların üstünə durub da, hamısı bahalı bir materiallardır. Daşıma hovuzu, yay qış besetkası, bir sözlə möhtəşəm bir evdir. Ətrafı gözəl yaşıllıq. Villanın sol tərəfində gördüyünüz manqalxanası var. Sağ tərəfdə yay, qış gözəl besetkası var. Çox möhtəşəmdir. Onu deyim ki, Şüvalanda ən məşhur küçədədir. Ən enli küçədədir. Çox gözəl bir yerdir. Hər tərəfi də ən bahalı villalardır. Modelini gözəl 5 otaq, möhtəşəm bir villa. Buranın gecə görüntüsü çox gözəldir. Kim alacaqsa Allah xeyrin versin. Bizdən çəkib sizə göstərmək. Demək olsun ki, çəkilişdəki olan villalardan ən seçmə bir villadır. Qranit ən bahalı qranitlər. Bir də onu deyim ki, villa bütün əşyasıyla birlikdə satılır. Burada gözəl yerlənçəyi. Gəl al da. Çöldə sanuzeli. Gördüyünüz materialların hamısı çox keyfiyyətli və gözəl. Villanın arxa hissəsidir. Burada kombisi. Artıq aynı ürünlərin hamısı qoyulub bura. Gəldik əsas məsələyə. Əsas məsələ gördüyünüz bu villanın içərisinə baxmaqdır. Super bir villadır. İndi gedəndə görəsiniz. Keçək təqdimat edək. Girik. Girişi gözəl. Həqiqətən. Möhtəşəm. Bir sözlə alana da satana da Allah xeyrin versin. Kimə qismət olacaqsa. Hardan başlayaq, hardan qutaraq. Bilmirəm. Geniş zalı var. Onu xatırladım ki, bütün əşyalar hamısı yenidir və çox bahalı əşyalardır. Gələndə yerində görəsiniz. Bütün zal hamısı istipol və vitrin pəncərələr. Gördüyünüz kimi çox gözəl. Buradan da çıxmaq olur çölə. Gecə görüntüsü çox gözəldir. Bütün əşyasıyla birlikdə bu villa satılır. Gördüyünüz əşyaların hamısı yenidir. Qranit, stipol. Birinci mərtəbədə zal. Bir dənə belə bir otaq var. Birinci mərtəbədə yataq otağı olmaq çox gözəldir. Burada bütün dizayn hamısı, yaxınlaş burada göstər. Hamısı 2025-in modelidir. Və burada belə bir şkaf yığılıb. Pilləkənin altında böyük şkafdır. Sürmələr burada. Hamısını gözəl nəzərə alıblar. Çox qəşəng. Pilləkənin özü və böyük mətbəx. Mətbəxdən də çölə çıxışı var. Göstərək. Açdım bunu. Bir dənə çölü buradan göstər. Çox gözəl.
bir sözlə konfet kimi gözəl bir villadır. Mən burada göstərim soyuducunun özü 2 qapılı, bahalı soyuducudur. Qaz peçi olsun, tufovkası olsun, hamısı sıfırdır. Və birinci mərtəbənin geniş belə bir sanuzeli. Gəldik xalçaya. Xalça Mernosdandır. Buradan Əhməd müəllimi də salamlayıram. Mernos xalını, bütün evlərin hamısını belə gözəl xalçalarla təsis edib. Keçək ikinci mərtəbəyə. Ev 2 mərtəbədir, amma çox gözəldir. Həqiqətən. Kim bu evə birinci gəlsə 100% bəyənəcək. Hər kəsin xəyalında olan bir villadır. Keçək burada otaqları göstərək. Geniş, böyük terası var. Böyük yataq otaqları var. Bütün yataq otağın hamısında sanuzel var. Bu çox önəmli bir şeydir. Mən bu villanı detallı şəkildə sizə göstərəcəm. Baxın, gəl. Böyük bir terası var. Burada baxaq. Yaxınlaş. Ətrafında gözəl qonşuları var, göstərək. Çox gözəl yaşıllıq, gözəl, huzur, sakit. Elə bir gözəl bir küçədədir ki, yenə deyirəm, kim bax gəlib bu evə birinci müştəri baxsa, inan ki bəyənəcək. Və bu evdə heç bir nöqsan yox. Keçək mən sizə otaqları göstərim. Yataq otaqları. Demək, çox geniş, böyük bir yataq otağı var. Çox gözəl rəngdən də istifadə olunub. Hamısı yığılma gözəl mebellərdir, bahalı mebellərdir. Bütün əşyalar hamısı qiymətə daxildir. Yataq otağından birbaşa eyvana çıxışı var. Hər tərəfdən. Demək, birinci yataq otağını sizə göstərdik. Yataq otağının içərisində sanuzeli var. Göstərək. Göstərmirsən? Hə. Demək, ikinci yataq otağı. Və çox möhtəşəm, həqiqətən çox gözəl. Bəyəndinizmi? 100% bəyənərsiniz. Çox gözəldir. Keçək üçüncü yataq otağına. Allah bizim körpə balalarımızı qorusun. Həqiqətən çox gözəl uşaq otağıdır. Və bu otaqdan da eyvana gözəl çıxışı var. Çox gözəl. Həqiqətən mənzildir. Allah alana da satana da xeyir versin. Möhtəşəm yerdə yerləşir. Şüvalanda ən bahalı yeri, yəni Mərdəkanla Şüvalanın yanında yerləşir. Çox gözəl və möhtəşəm deyə bilərik. Adam baxdıqca baxmaq istəyir. Ən yaxşısı gəlib yerində baxıb qiymət vermək. Otağın da gözəlliyi, şirinliyi çox gözəldir. Lap balacalığım yadıma düşdü. Otağın içində də belə bir sanuzeli var.
Həqiqətən gözəl villadır. Villa kamera sistemlə tərsis olunub, interneti, kondisionerləri hamısı işlək vəziyyətdədir. Kamera sistemi də bura yığılıb. Hamısı Wi-Fi. Bir şey şkafın içində. Əla bir şeydir. Villanın qiyməti 750.000 manat. İnan ki, bu villaya bu qiymət çox gözəl bir qiymətdir. 7 sotun içərisində yerləşdiyi məkanın qiyməti elə odur. Kimlər istəyir bizimlə əlaqə saxlasın, kimlər Mərdəkanda, Şüvalanda, Azərbaycanın bütün bölgəsində, kimlər ev satmaq istəyirsə, almaq istəyirsə bizimlə əlaqə saxlasın. Sağ olun.